Salam uşaqlar, bugün kimyəvi rabitə mövzusunu izah edəcəyik. Deməli, kimyəvi rabitə nədir? Molekulda atomları birlikdə saxlayan qüvvələrin cəminə kimyəvi rabitə deyilir. Yəni, bu nə deməkdir? Məsələn, bir dənə molekul götürürəm, hidrogen molekulu, bir dənə də götürürüm oksigen molekulu. Fikir verin, hər iki element, yəni hər iki molekul qaz halındadır. Amma hidrogenlə oksigeni mən reaksiya aparmağa çalışsam, alaram H2O maddəsi. Yəni, maye aqreqat halda bir maddə. İndi deyirsiniz ki, müəllim, bunların hər ikisi qaz halında olan maddədir. Birdən-birə necə mayeləşməyə başlayır? Bu zaman deyirik ki, hidrogen və oksigen molekulları arasındakı olan rabitə sınaraq yeni bir rabitə, hidrogen rabitəsini əmələ gətirir. Və nəticədə yeni bir maddə molekulu yaranır. Deməli, kimyəvi rabitə bu deməkdir ki, atomları birlikdə saxlayan, yəni atomları birləşdirən qüvvələrin cəmi kimyəvi rabitə adlanır. Deməli, kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən elektronlar var. Məsələn, belə bir izah verirəm. Rabitə, yəni elementlər arasında hər rabitə bir xətt vasitəsilə göstərilir. Hər xətt, yəni bir xətt 2 elektron tutumuna malikdir. 2 elektron tutumuna malikdir. Biz ona görə də deyirik ki, əgər rabitə əmələ gəlirsə, rabitənin əmələ gəlməsinə iştirak edən elektron onun valent elektronu hesab edilir. Kimyəvi rabitə iki qayda ilə yaranması mümkündür. Biri oktet qaydasıdır, biri dublet qaydasıdır. Oktet qaydası odur ki, kimyəvi rabitə yaranarkən, yəni atomun xarici elektron təbəqəsi tamamlanmalıdır. Yəni 8 elektrona tamamlanmalıdır. Məsələn, bu şəkildə NS2 MP6-ya tamamlanmalıdır. Bəzən də olur ki, dublet qaydasında, yəni 1s2 elektronuna tamamlanmalıdır. Kimyəvi rabitənin uşaqlar 2 növü var. Daha doğrusu 4 növ var. Kovalent rabitənin özü də 2 hissəyə bölünür. Kimyəvi rabitənin növlərinə aiddir kovalent rabitə, iyon rabitə, metal və hidrogen rabitəsi. Yazaraq kovalent rabitə ən birinci. Kovalent. Kovalent rabitənin özü uşaqlar öz daxilində 2 yerə bölünür. Biri polyar kovalent, polyar. Digəri isə qeyri-polyar kovalentdir. Qeyri-polyar kovalent rabitə. Polyar kovalent rabitə haqqında məlumat verək. Polyar kovalent rabitə odur ki, elektromənfiliyi bir-birindən az fərqlənən iki müxtəlif növ qeyri-metal atomları arasında yaransın. Yəni, bu elektromənfilikdir, nə bilim, bir-birindən az fərqlənəndə onu nəzərdə tutur ki, iki fərqli qeyri-metal olsun. Biz bunu qısa formada belə deyə bilərik. Yəni, biri tutaq ki, X elementidirsə, digəri Y element olmalıdır. Şərt odur ki, ikisi də qeyri-metal atomlarından ibarət olsun. Məsələn, yaza bilərik buna uyğun H, xlor, yaza bilərik məsəl üçün CO2, yaza bilərik məsəl üçün H2S. Gördüyünüz kimi, iki müxtəlif qeyri-metal atomlarından istifadə edirəm yazarkən. Və gördüyünüz hər element bir-birindən elektromənfilikcə fərqlənir. Nədir elektromənfilik? Dövrü sistemdə keçmişdik ki, məsəl üçün, dövr üzrə soldan sağa hərəkət etdiyi üçün qeyri-metallıq xüsusiyyəti artır. Dedik, qeyri-metallığa bağlı olan bəzi kəmiyyətlər var. Elektromənfilikdir, elektronhərəsizlikdir, iyonlaşma enerjisidir. Bunlar da qeyri-metallardan asılı olaraq sayı getdikcə artır. Yəni, hər bir element biri digərindən elektromənfilikcə az miqdarda fərqlənir. Keçirik nəyə? Qeyri-polyar rabitəyə. Nədir qeyri-polyar rabitə? Odur ki, elektromənfiliyi eyni olan atomlar arasında ümumi elektron cütü hesabına yaranır. Nə deməkdir bu? Yəni, bəsit maddələr arasında yaranır. Tutaq ki, yazıram, bayaqlarda istifadə elədim H2. H2 nə deməkdir? Yəni, hidrogen və hidrogen. İki hidrogen atomunun birləşməsindən yaranır. Tutaq ki, yazıram azot. Nədir azot?
2 dənə azot atomunun birləşməsindən yaranır. Yəni nəticədə alınan elementlər elektromənəvilikcə bir-birinə bərabərdir. Yəni eyni elementlərdən ibarətdir. Bu zaman belə bir qayda ortaya çıxır ki, yəni ya x 2-dir, ya y 2-dir. Yəni bunu şagirdlər başa düşsün deyə bu şəkildə yazır ki, sırf eyni element atomlarından ibarətdir. Yəni üzvü birləşmələrdə də karbon atomları arasında yaranan rabitələr, məsəl üçün yazıram CH3, CH3. Burada karbon arasında yaranan rabitəyə mən qeyri-polyar olaraq baxıram. Deməli, polyar və qeyri-polyar rabitənin izahı bura kimi. İndi keçirik nəyə? Kovalent rabitənin həmən bu arada qoyduğum rabitələrin yaranma mexanizminə. Kovalent rabitənin yaranma mexanizmi iki formada gedir şagirdlər. Biri şərikli elektron cütü hesabınadır, biri donor-akseptor mexanizmi ilədir. Birinci danışırıq şərikli elektron cütü hesabına. Ümumiyyətlə, kovalent rabitənin qaydası o idi ki, kovalent rabitə yaranarkən ümumi elektron cütü hesabına yaranır. Yəni, buradan biz şərikli elektron cütünün yaranmasını izah etdikdə deyirik ki, məsəl üçün A elementi özünün bir elektronunu, B elementi isə özünün bir elektronunu verir. Və nəticədə həmin elektronlar, yəni A və B elementlər arasında həmin elektronlar birləşərək rabitəni əmələ gətirmiş olur. Bu yaranma mexanizmi həm polyar, həm qeyri-polyar kovalent rabitələrdəki alınan birləşmələr üçün doğrudur. Yəni, bayaq da vurğuladım ki, rabitənin əmələ gəlməsi zamanı yaranan həmən bir xətt, bir rabitə deməkdir. Bir rabitə 2 elektron deməkdir. 2 elektron deməkdir. Bunu mütləq şəkildə yadımıza saxlayırıq. Məsəl üçün, nümunə göstərirəm. Yazıram məsələn CO2. CO2 birləşməsinin rabitə formasını açıq şəkildə göstərirəm. Oksigen 2 qat rabitə, karbon oksigenə qarşı 2 qat rabitə. Elektronlarını göstəririk. Baxırıq ki, burada 1 elektron, 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 burada 1 elektron. Bizə sual versələr ki, karbon 4 oksidin yaranmasında neçə rabitə iştirak etdi? Rabitələri, yəni xəttlərin sayına baxaraq deyirsiniz ki, 4 rabitə iştirak etdi. Yox, sizə sual versələr ki, bəs rabitənin yaranmasına neçə elektron iştirak etdi? Siz görürsünüz ki, hər xəttdə 2 elektron var. Deməli, 4 vuraq 2 eləyir 8 elektron. Deməli, CO2-nin yaranmasında 8 elektron iştirak elədi. Keçirik indi donor-akseptor mexanizmi ilə yaranmağa. Donor-akseptor mexanizminin bir digər adı şagirdlər koordinativ rabitədir. Necədir koordinativ rabitənin əmələ gəlməsi? Donor-akseptorun vəzifəsi odur ki, rabitəni əmələ gətirərkən oksidləşmə dərəcəsi dəyişməsin. Amma valentlik mütləq şəkildə bir vahid aşsın. Bu çox az sayda birləşmələrin tərkibində olur. Məsələn, biri amonium ionunun özüdür. NH4 müsbət şəklində yazılır. Biri hidroksonium ionudur. Biri isə dəm qazıdır. Bu birləşmələr əmələ gələrkən, əmələ gələn, yəni yaranmış rabitəyə biz donor-akseptor, koordinativ rabitə adlandırırıq. Gəlin, hidroksonium ionunun əmələ gəlmə mexanizminə baxaq. Birinci, hidroksonium ionunun doğması amoniakdan əmələ gəlir. Amoniakın oksidləşmə dərəcəsi -3, burada azotun valentliyi isə 3-ə bərabərdir. Bunun hidrogen ionunla, müsbət hidrogen ionuna birləşdirdikdə əmələ gəlir amonium ionu. NH4 müsbət, burada azotun oksidləşmə dərəcəsi -3, valentliyi isə bir vahid tərifdə olduğu kimi artaraq 4-ə keçir. Deməli, fikir verir ki, rabitənin əmələ gəlməsi zamanı oksidləşmə dərəcələri dəyişmədi, görürsüz, amma valentlik yenə azot atomunda bir vahid artmış oldu. İndi keçək bunun açıq quruluşunu nəzərdən keçirək. Baxırıq ki, azot birləşdirir özünə hidrogeni, 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 yəni nə qədər hidrogen atom varsa, o sayda da özünə birləşdirir. Yarandı hidroksonium ionunun açıq quruluşu. Hidroksonium ionunda, ümumiyyətlə hidroksoniumda da, amoniumda da, dəm qazında da, bayaqdan buna hidroksonium deyirəm, amonium ionuna.
Deməli, əmələ gələrkən burada bir donor rabitə, bir də akseptor rabitə iştirak eləməlidir. Baxıram, mənim burada donorum kimdir, akseptorum kimdir. Fikir verirəm ki, mənim burada akseptorum hidrogendir. Donor atomum isə azotdur. Yəni, akseptor qəbul edəndir, donor isə elektronu fəda edən, verəndir. İndi baxırıq ki, azot atomuna qarşı hidrogen buradan 1 elektronu, buradan 1 elektronu, buradan 1 elektronu, buradan 1 elektronu, buradan da 1 elektronunu verdi. Mən müşahidə elədim ki, hidrogen atomu 3 elektronunu verir. Yəni, hidrogenin burada iştirak edən 3 elektronu var. Azot atomunun isə 5 elektronu var. Deməli, hidrogen burada akseptordur, akseptor. Azot atomu isə özünü donor kimi aparır. Hələ ki, qısa izahımız bu qədərdir. Davamını yenidən çəkib atacağım qrupa. Hələlik şagirdlər.